özünü bərpa edən linzalar hazırlanıb. Cənubi Koreya alimləri cızıldıqdan sonra ultrabənövşəyi şüanın təsiri altında özünü bərpa edə bilən yeni nəsil kontakt linzalar hazırlanıb. Araşdırmaya görə yeni hidrogel materiallardan hazırlanan linzalarda yaranan xırda zədələr təxminən 1 saat ultrabənövşəyi işığına məruz qaldıqdan sonra demək olar ki, tamamilə yox olur. Bu xüsusiyyət linzaların istismar müddətini uzatmaqla yanaşı onların optik keyfiyyətinin daha uzun müddət qorunmasına da kömək eləyir. Tədqiqatçılar bildirib ki, material xüsusi polimer şəbəkəsi sayəsində qırılan molekulyar bağları yenidən formalaşdırır və bərpa prosesi bir neçə dəfə təkrarlana bilir. Gələcəkdə bu texnologiyanın yalnız kontakt linzalarda deyil, digər tibbi hidrogel məhsullarında da tətbiqi gözlənilir. Mütəxəssislərin fikrincə, texnologiya hələ laboratoriya mərhələsində olsa da, gələcəkdə daha dayanıqlı və uzun ömürlü oftalmoloji məhsulların hazırlanmasına yol açır.